nem kicsit, hanem nagyon, sőt, nagyon-nagyon. Közösen leváltottuk az Orbán rendszert, közösen felszabadítottuk Magyarországot, visszavettük a hazánkat. Macarıstanın yeni baş naziri qələbəsini ölkənin xilası kimi təqdim etdi. Sevincini xalqla bölüşdü. Sizsiz bu nəticə olmazdı fikirlərini səsləndirdi. Həqiqətən də Macarın qələbəsinin arxasında xalqın güclü dəstəyi dayanır. Bu dəfəki parlament seçkisində müşahidə olunan seçici aktivliyinin əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə fərqlənməsi də bunu bir daha təsdiqləyir. Macarlar 16 ildən sonra ilk dəfədir ki, öz səslərinin nəyisə dəyişdirdiyinə inanırlar. Səsimin sayılmasını həqiqətən istədiyim üçün Londondan evə qayıtdım və çox sevinirəm. Buna inana bilmirəm. Nəhayət 16 ildən sonra qürurlu bir Macar olduğumu deyə bilərəm. Nəhayət ki, Orbán hakimiyyətindən xilas olduq. Fantastik histir. Həqiqətən təsvir edilə bilməz. Orbán'ın bizim fundamental prinsiplərimizə zidd olan qeyri-liberal sistemi var idi. Biz Avropalıyıq və Avropada qalmaq istəyirik. Macaristandakı səsvermənin nəticələri bütöv bir siyasi modelin iflası kimi qiymətləndirilə bilər. 16 il ərzində ölkəni idarə edən Viktor Orbánın qurduğu sistem uzun müddət idarə olunan demokratiya kimi xarakterizə olunurdu. Lakin Macarın rəhbərlik etdiyi Tissa partiyasının qələbəsi göstərdi ki, bu model artıq daxili legitimliyini itirib. Orbán hakimiyyəti illər ərzində sərt siyasi nəzarət mexanizmləri quraraq sabitlik təmin etsə də, resursların qeyri-bərabər bölgüsü kimi problemlər cəmiyyət daxilində narazılığı dərinləşdirdi. Xüsusilə NER kimi tanınan patronaj sisteminin genişlənməsi dövlət institutlarına inamı zəiflətdi. Digər mühüm məqam isə Macar fenomenidir. Onun siyasi uğuru klassik müxalifət modelindən fərqlənir. Macar sistemin içindən çıxan fiqur kimi həm hakimiyyətin zəif nöqtələrini yaxşı bilirdi, həm də seçici üçün radikal risk kimi görünmürdü. Qələbədən sonra Macar kritik açıqlamalarla diqqət çəkib. O, prezident Tamás Şuyokun, eləcə də bir sıra yüksək vəzifəli məmurların istefasını istəyib. Viktor Orbána isə yeni hökumətin fəaliyyətinə mane olmamağa çağırış edib. Əgər Tissa partiyası həqiqətən 133-dən çox mandat əldə edirsə, bu, Macar üçün 3 paralel güc sahəsi açır. Bu halda o, 3-dəki çoxluğu istifadə edərək məhkəmə müstəqilliyini gücləndirə, seçki sistemini daha balanslı edə və dövlət media nəzarətini azalda bilər. İkinci ssenari isə hiperprezidensiyalaşma riskidir. Yəni, eyni 3-dəki çoxluq bu dəfə fərqli bir güc mərkəzi yarada bilər. Macarın qələbəsində birinci böyük qazanan Avropa İttifaqıdır. Orbán dövründə Macarıstan blok daxilində veto aktoru kimi çıxış edir, qərar qəbul etmə mexanizmini yavaşladır və xüsusilə Ukrayna ilə bağlı konsensuslara qarşı çıxırdı. Macarın hakimiyyətə gəlməsi ilə Brüssel ilk dəfə olaraq Budapeşti sistem daxilində problem yaradan subyektdən koordinasiya olunan tərəfdaşa çevirmə imkanı qazanır. Bu, Avropa İttifaqının institusional effektivliyi baxımından kritikdir. İkinci qazanan Ukraynadır. Amma burada məsələ təkcə siyasi dəstək deyil. Orbán modeli Ukrayna məsələsində alyans daxilində çat yaradırdı və bu Rusiyanın strateji maraqlarına xidmət edirdi. Macarın daha balanslı, lakin qərbə yaxın mövqeyi həmin çatın bağlanmasına səbəb ola bilər. Bu isə Kiyev üçün həm də maliyyə və təhlükəsizlik baxımından daha sabit dəstək deməkdir. Üçüncü səviyyədə qazanan aktorlar Mərkəzi Avropadakı qərb yönümlü hökumətlər, xüsusilə Donald Tusk liderliyindəki Polşadır. Bunların fonunda isə Vladimir Putinin Avropa daxilindəki təsir imkanları zəifləyir. Lakin Macarın praqmatik yanaşması səbəbi ilə Kreml tam şəkildə uduzan tərəf sayılmır. Çünki yeni baş nazirin son açıqlaması da göstərdi ki, enerji asılılığı və coğrafi reallıqlar fonunda dialoq davam etdiriləcək. Macar açıq şəkildə bildirir ki, nə Rusiyanın, nə də Macarıstanın coğrafiyası dəyişmir. Qonşuluq və enerji marşrutları dəyişmədiyi üçün Moskva ilə münasibətləri tam qoparmaq mümkün deyil. Bu, Kremllə qaçılmaz təmas kimi təqdim olunur. Macarın şaxələndirmə vaxt tələb edir deməsi də göstərir ki, o, kəskin qopuşdan çox mərhələli transformasiya planlaşdırır. Amma açıqlamasındakı ən kritik cümlə dost olmayacağıq mesajıdır. Bu, Vladimir Putin ilə Orbán dövründə formalaşmış şəxsi siyasi yaxınlığın bitdiyini göstərir. Əgər Avropa İttifaqı daha sərt mövqe tələb etsə,
etsə və ya Rusiya enerji məsələsini siyasi təzyiq alətinə çevirsə, Madyar hökuməti seçim qarşısında qala bilər. Nəticə etibarı ilə bu seçki konkret ölkələrin qələbə və ya məğlubiyyətindən daha çox geosiyasi balansın yenidən qurulması ilə xarakterizə olunur və Macarıstanın şərqlə qərb arasında balans siyasətindən daha çox qərbə inteqrasiya olunan, lakin praqmatik maraqlarını qoruyan kursu davam etdirdiyini göstərir. Bununla belə Madyarın qarşısında duran əsas çağırışlardan biri gözləntilərin idarə olunmasıdır. Seçicilər real və sürətli nəticələr, məsələn, korrupsiyanın azaldılması, iqtisadi rifahın yaxşılaşması və sosial sahələrdə keyfiyyətli dəyişikliklər gözləyirlər. Əgər bu vədlər qısa müddətdə özünü doğrultmasa, eyni elektoratın sürətlə məyus olması ehtimalı yüksəkdir.